şənliklərdə, toylarda bu aləti sərbəst ifa eləmək olur. Toymaların bütün. Yəni hətta deyərdim ki, xarici bəstəkarların əsərlərini də hər bir musiqini ifa eləmək olur. Yəni ki, ifaçının ifa eləməyindən asılıdır. Alətinin, bu alətin səs tembirini verən bunlardır. Şaller dediyimiz qurğudur və səs ötürücü, səs gücləndirici qurğular quraşdırılıb. Onu da qeyd edeyim ki, 4 cürə səs tembri var. Sonra ekvalizer dediyimiz bunun üstündə də belə bir tarı kökləmək üçün belə bir kamerton ekvalizerin üzərində qurğu var. Quraşdırılır. Üstünlükləri bunlardır.